Müəllif Salam Qədirzadə. Sevdasız aylar. 9-cu hissə. Əziz dinləyicilər, əgər mütaliəmiz könlünüzü oxşayırsa, zəhmət olmasa kanalımıza abunə olub bəyənməyi unutmayın ki, bir çox dinləyicilər də kanalımızda mütaliələrimizi dinləyə bilsinlər. Sevda. Mən heç belə bir tufan görməmişdim. Ətrafı qaranlıq bürümüşdü. Çılpaq ağaclar, elektrik məftilləri vıy-vıy vıyıldayırdı. Yağış göydən sel kimi tökülürdü. Külək tez-tez səmtini dəyişirdi. Həyətdəki gölməçələr elə bil qaynayırdı. Baxanda adamın canını üşütmə dolurdu. Yaxşı ki, uzunboğaz çəkmələrimi geyinmişdim. Ancaq plaşsız idim. Jaketdə gəlmişdim. İclasdan sonra bir dəstə tələbə universitetin qapısına toplaşmışdıq. İslanmaq qorxusundan eşiyə çıxmırdıq. Bəxtimizdən maşınlar da biz tərəfə dönmürdü. Hamısı uzaqdan ötüb keçirdi. Avtobus, trolleybus dayanacaq o qədər də yaxşı deyildi. Özümüzü oraya yetirincə su tabanımızdan çıxacaqdı. Asif də, Qarabala da, Valih də burada idilər. Rəhlə ot parçası haçan necə getmişdi bilmirdim. Gözləmək mənasızdı. Mən irəli çıxıb pillələri qalxanda arxadan bir səs eşitdim. Dayan Sevda. O dəqiqə tanıdım. Asif idi. Heyrət məni bürüdü. Donub qaldım. Gün hayanla doğmuşdu. Geri çevriləndə onu qarşımda gördüm. Sənə soyuq olar, deyə plaşını çıxarıb çiynimə saldım. Bəs özün? Eybi yoxdur, mənim üçün narahat olma. Gözlərimə, qulaqlarıma inana bilmirdim. Asif mənimlə danışırdı. Elə bu vaxt Valih tənginəfəs halda yüyürə-yüyürə bizə yaxınlaşdı. Piyada getmə Sevda, islanacaqsan. İndi dalımca maşın gələcək. Səni mən apararam, dedi. Cavab gözləmədən tez qaçıb qapı ağzında küncə qısıldı. Asif tutuldu. Heç onu belə pərt olan görməmişdim. Yağış başından tökə-tökə təmkinini pozmadan üzümə baxdı. Qalırsan? Soruşdu. Mən fikirləşmədən plaşın ətəyini qaldırıb onun çiyninə atdım. Yox, gedək, dedim. Yola düzəldik. Qarşıdakı tinə çatıncaya qədər nə o danışdı, nə də mən. Küçələrdən güclü sel axırdı. Soyuq sümüklərimi işləyirdi. Şiddətli küləklə gələn yağışın damcıları sifətimə qırma kimi dəyirdi. Ancaq mənim üçün bundan xoş, bundan səadətli dəqiqələr olmazdı. Bir plaşın altında onunla çiyin-çiyinə addımlayırdım. Gör nə vaxtı həsrətində idim. Mən Asifin qayğısına, məhəbbətinə susamışdım. Necəsən Titi? Deyə birdən heç gözləmədiyim halda o qolumdan tutub bərk-bərk sıxdı. Mənə çoxdan məlhəm olan bu sözdən fərəhləndim. Sinəm qabardı. Yaxşıyam, öküz, dedim. Sonra özümü saxlaya bilməyib qəfildən ağladım. Sən nə üçün belə insafsızsan? Hışqırıq məni boğdu. Avtobus dayanacağına çatanda Asif yavaşdı. Soruşdum. Niyə durdun? Bəs evə? Xeyr, mən səninlə piyada getmək istəyirəm. Axıracan. Uzaqdır, yorularsan. Eybi yoxdur. Mən əvvəllər heç zaman Asifə belə ərk eləməmişdim. Yenə yolumuza düzəldik. Yağış başımızın üstündə tarıma çəkilmiş plaşı nağara kimi çalırdı. İkimiz də islanmışdıq. İndi mən də üşümürdüm. Əksinə, yanaqlarım od tutub yanırdı. Nərimanov prospektinə təzəcə çıxmışdıq. Böyrümüzə ağ Volqa dayandı. Qapı açıldı. İçərinin işığı yandı. Sürücünün yanında oturmuş Valih çox əsəbi, boğuq səslə mənə "Əyləş Sevda", dedi. Bu təklif xahişdən çox əmr oxşadı. Başa düşmürdüm, o nə haqla mənimlə belə danışır. Özümü zorla saxladım. Dinmədim. İkinci kərə acıqla daha ucadan soruşdu. Minmək istəmirsən? Yox. Mənə belə xoşdur. Gedə bilərsən. Həm də bu cavabım nifrət kimi səsləndi. Uzaqlaşdıq. Birazdan maşın sürətlə yanımızdan ötüb bizi arxada qoydu.
Evimizə çatanda saat 9-a qalmışdı. Asif qapını mən örtüb ayrılmaq istədi. Qoymadım. Gedək içsin, bir stəkan çay iç. Sonra plaşı başımızdan götürdük. Asifi güclə yuxarı dartdım. Blokda işığa çıxdıq. Pillələri qalxanda gözlərimi sifətindən çəkə bilmirdim. Heç dəyişməmişdi. Əvvəlki öküz idi. Sevincdən ürəyimdə qəribə bir həsrət duydum. Atılıb Asifin boynundan asılmaq. İçəri qoşa girdiyimizi görən ana o qədər də təəccüblənmədi. Çünki Asifin bizə gəldiyi birinci kərə deyildi. Nə yaman islanmısınız ay bala? Deyə üst başımıza baxıb halımıza yandı. Sonra sözünü əlavə etdi. Çox sağ ol oğlum, yaxşı ki qızı tək buraxmamısan. Yoxsa bu tufanda küçələrdə çaşıb qalardı. Asiflə anam böyük otağa keçdilər. Evimiz isti idi. Çəkmələrimi əynimdə suya dönmüş raketimi çıxardım. Sarı, qırmızı güllü pamazı xalatımı geydim. Şifanierdən atam zolaqlı dənizçi köynəklərindən birini gətirib Asifə verdim. Al, sən də hələlik bunu çək çiyninə, paltarını anam qurutsun. Çox çəkmədən Asiflə mən balaca qəzet jurnal stolunun dövrəsində alçaq kreslolarda üz-üzə oturmuşduq. Çay içirdik. Başımızın üstündə yanan əlvan torşer evin bir küncünü işıqlandırırdı. İkimizin də ürəyimiz dolu idi. Ancaq danışmağa çətinlik çəkirdik. Həmişə atamın əynində görməyə adət elədiyim zolaqlı dənizçi köynəyi indi Asifi mənim üçün biraz da doğmalaşdırmışdı. Mən başa düşmədim. İclasda niyə inadkarlıq göstərdin, çıxış eləmək istəmədin? Deyə marağımı gizlədə bilmədim. Asif alnına tökülmüş saçlarını dala hamarlayıb nəsə fikirləşdi. Bu arada telefon zəng çaldı. Kim ola? Qalxıb dəstəyi götürdüm. Bəli, Sevdadır. Səhv etmirsəm. Asif buradadır. Sonra yenə Valeh idi. Telefonda dedi ki, sabahda məni bir dəfəlik yadından çıxart. Beləsinə ayrı nə cavab verəydim? Valeh, axı mən səni heç vaxt yada salmamışam. Bu nə sözdür? Acığını çıxmağa əlindən başqa iş gəlmədi. Yarıda dəstəyə asdı. Mən gedib mətbəxə baş çəkdim. Anam kotlet bişirirdi. O biri otaqda çantamdan Valehin məktubunu götürüb gəldim. Bundan xəbərim var, deyə onu Asifə uzatdım. O qaşlarının altında əlində əsən qırmızı yazılı kağıza baxdı. Nədir ki? Oxu bilərsən. Asif məsələni anladı. Valeh'dəndir? Bəli, onun xəttidir. Məktubu alıb o üz bu üzə çevirdi. Sonra diqqətlə bir kəlməsini belə gözdən qaçırmadan səbirlə oxudu. İndi Asifin verəcəyi mənim üçün çox maraqlı idi. Haçandan haçana o kağızı stolun üstünə atdı. Otur Sevda. Biz bu məsələni aydınlaşdırmalıyıq. Əyləşdim. Ürək döyüntüsü ilə onu dinlədim. Burada mənim barəmdə yazdıqlarının hamısı doğrudur, deyə Asif aramla sözə başladı. Valeh məni inandırmışdı ki, o səni sevir. Güya evlərində ata-anası da məsələdən xəbərdardır. Hətta sən Sevda da bunu bilirsən. Mən sizə mane olmaq istəmədim. Sənin üçün çox heyfsləndim. Ancaq kənara çəkilməyə məcbur idim. Demək, bəli, elə ona görə də bu axşam iclasda Valeh haqqında danışmadım. Fikirləşəcəksən ki, onda öz hayfımı alıram. Asif günahkar kimi gözlərini yerə dikdi. Bir şey soruşacağam, incimə, Sevda. Bu nə sözdür? O, ürəyindəkini birdən-birə deməyə cəsarət eləmədi. Barmaqları ilə stolu taqqıldadı, xeyli düşündü, udqundu. Keçən ay Valehlə ikiniz kinoya getmişdiniz, deyə gözləmədiyim halda xəbər aldı. Yox. Sən onların evlərində necə, olmusan? Yox. Düzünü de, o səni öpübmü? Dəhşət, bunlar mənim adıma böhtandır. Böhtan, Asif. Sən hələ məni... Demək, Valeh hamısını uydururmuş. Bugün onu tanımadın ki, gördün ki, necə namərddir.
Asif daha məni danışmağa qoymadı. Sakit ol Sevda, bu barədə bir dəfəlik qurtardıq. Sənə inanıram. O əlini uzadıb saçlarımda gəzdirdi. Keçinə güzəş deyərlər. Mən stolun üstündəki məktubu götürüb hirsimdən 2 parça elədim. Ovcumda əzərək külqabıya atdım. Bununla ürəyim soyumadı. Kibrit çəkdim, kağızın parçalarına od vurdum. Hamısı külə döndü. Anam içəri girdi. Gətirdiyi dolu padnosu bir kənara qoyub, əvvəlcə çilçırağı yandırdı. Sonra da kotleti, çörəyi, göyərtini səliqə ilə yemək stolunun üstünə düzdü. Durun, yaxın oturun bala. Mən Asifin biləyinə yapışıb onu dartdım. Ancaq qaldırmağa gücüm çatmadı. Öküz, nə ağırsan? Dedim. Anam heyrətlə geri dönüb gözlərini ağartdı. O nə sözdür Sevda? Uşağın bəyəm adı yoxdur? Uşağın adı elə öküzdür, mama. Asiflə mən gülə-gülə süfrə qırağına gəldik. Siz çörəyinizi yeyincə paltarlarınıza da ütüləyib qurudaram oğlum, deyə anam çıxdı. Heç 2 dəqiqə keçməmiş arvad yenə qapıda göründü. Gözlərini Asifə zilləyib çox diqqətlə xeyli baxdı. Sonra mənalı-mənalı başını tərpətdi. Mən indi bildim sən kimsən, dedi. Kiməm anacan? Sənin adın Asifdir bala. Səhv eləmirəm ki? Yox. Anam getdi. Mən pərt oldum. Asif də bunu duydu. Nə var ki? Soruşdu. Mən dedim. Heç. Xəstə yatdığım vaxtlar qızdırma içində sayıqlamışdım. Anam Asifin adını dilimdən onda eşitmişdi. Ancaq üzümə vurmamışdı. Sonra bir dəfə də çaşıb qardaşım Malikə Asif demişdim. Anama yadında sirrin üstü açılmışdı. Bayram günündən bufetdə qalan yarımcıq konyakı gətirib süfrəyə qoydum. Asifin bayaqca içdiyi armud stəkanı ağzınacan doldurdum. Sən nə eləyirsən Sevda? O mənim üçün çox olar, dedi. Qulaq asmadım. Çox olmaz, mənim də əvəzimə içəcəksən. Boşqabına yemək çəkdim. Asif stəkanını qaldırdı. Anamın eşidəcəyinə qorxurmuş kimi astadan, pıçıltı ilə belə bir sağlıq dedi. Titi, bağışla məni, təqsirkaram. Ona görə ki, ürəyimi vaxtında sənə açmamışdım. Biz üzdə güya dost idik. Amma əslində bir-birimizə münasibətimiz çoxdan dəyişmişdi. Bunu gizlədirdik. Yoxsa heç Valih də araya girməzdi. Gərək belə olmayaydı. Keçib, ayrılıq mənə bir şey öyrətdi. Bildim ki, səni sevirəm. Özü də çox sevirəm. Mən də sənsiz dəli kimi idim. Arzularımız ürəkdə qalmasın, Titi. Xoşbəxt olaq. Asif konyakı içdi. Bayırda yağış hələ kəsməmişdi. Pəncərələrimizin şüşəsini döyəşləyirdi. Mən ömrümün ən şirin dəqiqələrini yaşayırdım. Asif gedəndə onu həyat qapısına qədər yola saldım. Tapşırdım ki, evə çatan kimi məni zəng vur, yoxsa nigaran qalaram. Baş üstə Titi, dedi. Ayrılmaq istəsə də ayaqları getmədi. Dayandı. Mən nə vaxt onun boynuna sarılıb üzündən, gözündən öpdüm, bilmədim. Yarım saat keçməmişdi ki, telefon səsləndi. Tez cumub dəstəyə qaldırdım. Bəli, cavab əvəzinə maqnitofonun musiqisini eşitdim. Yenə sevdiyim Füzuli kantatası çalındı. Ancaq bu dəfə yarı kəsdi. Asif qulağıma pıçıldadı. Gecən xeyrə qalsın, Titi. Səninki də. Şirin yuxular görəsən, Titi. Sən də. Öpürəm, Titi. Mən də.